Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar, əziz idman sevərlər. 30 dəqiqənin yeni buraxılışını təqdim edirik. Qonağımıza sualları ünvanlamaq üçün səbirsizlənirəm, amma qarşılığında ondan səmimi cavablar gözləyirəm. Xoş gəlmisiniz. Çox sağ olun, xoş görüşdük. Özünüzü təqdim edin. Məmməd Orası Agilov. Elə bu adın arxasında başqa nələr dayanır? İdman sahəsinə bağlı ilk dünya çempionu olmuşam. Yay Olimpiyadası 2004 Afina birinci medal qazanmışam. Cənab Prezidentimiz tərəfdən tərəqqi medalına mükafatlandırılmışam. Boksdan başqa həyatınızda daha nə var? Hal-hazırda yeniyetmələrdən ibarət yığma komandanın böyük məşqçisiyəm. Bir də Dövlət Gömrük Komitəsinin işçisiyəm, Azterminal şöbəsində inspektorum orada, hal-hazırda. Yeniyetmələrlə işləmək asandır, yoxsa dövlət qurumunda? İkisi də mən işlədiyim yeniyetmələr 15-16-dır, amma dövlət qurumu tam başqa ciddiyyət var. Amma yeniyetmələr adı üstündə uşaqlardır. Onlarla işləmək daha çətindir. Yeniyetmədə özüm də yeniyet olmuşam. Uşaqların bəzi dəcəllikləri göz yumuram, başa salıram, başa salırıq. Özünüz də yeniyetmə olmuşsunuz dediniz və bu zaman sizə idmana gələndə kim daha çox dəstək olub? Mən idmana gələndə 88-87-ci illər idi. Ondan böyük qardaşım bizim Yasamalda, onda Oktyabrsк rayonu idi. Orada məktəbimizin 13 saylı orta məktəbin yanında boks salı var idi. Orada Vaqif müəllim Kazımov